Salam uşaqlar. Bugünkü dərsimiz German tayfalarının və Frank krallığı haqqında olacaq. Başlayaq German tayfalarının həyat tərzinə və yaşayış tərzinə. Daha sonra Frank dövlətinə keçəcəyik. Romalılar Reyn çayının qərbində yaşayan tayfaları German adlanırdılar. Birinci əsrdə German-Alman tayfaları Reyn çayından qərbdə, Vista çayının şimalda, Baltik və Şimal dənizində, cənubda Dunay çayına qədər ərazilərdə yaşayırdılar. Bu dövrdə Germanlar hələ ibtidai icma cəmiyyətini yaşayırdılar. Əsas məşğuliyyətləri maldarlıq və ovçuluq idi. Mühüm məsələləri xalq rızığında həll edirdilər. Bu mühüm məsələlər də nə idi? Sülh və müharibə, cinayət işləri, qəbilə başçılarının seçilməsi, bu məsələlər həll olunurdu. İlk dövlətlərini yaratması haqqında burada məlumat var. Biz başlayacağıq 1-ci əsrdə Roma İmperiyasının Germanların yəni Reyndən qərbdə olan ərazilərini işğal edib tabe etmək cəhdi uğursuz oldu. Bunun səbəbi isə onu tabe etməyi çətin və səmərəsiz saymaqları idi. Sonradan bu yürüşləri dayandıraraq onlar Reyn çayı boyunca müdafiə istehkamları yaratdılar və özlərini qorumağa başladılar. Lakin Roma İmperiyasının zəifləməsindən sonra bu dövrdə artıq German tayfaları bu sədləri yararaq həmin ərazilərə qarətçi yürüşlər etməyə başladılar. 4-cü əsrin ikinci yarısında Hunların sıxışdırdığı German tayfaları Roma İmperiyası torpaqlarına daxil oldular. Xalqların böyük köçün başlaması ilə Roma İmperiyasının süqutu da sürətlənirdi. Və bu dövrdə, yəni 4-cü və 7-ci əsrdə German tayfaları Qərbi Roma İmperiyasının bir sıra ərazisini işğal edib burada məskunlaşaraq iç dövlətlərini yaratdılar. Bu dövlətlər barbar, yəni vəhşi krallıqlar adlanmağa başladı. Və German tayfalarının Qərbi Roma İmperiyasının ərazisinə sahib olmasından sonra baş verən hadisələri də nəzər salaq. Roma aid olan mədəniyyətin məhv olmasına səbəb oldu. Romalıların yaratdıkları elmi və texniki nailiyyətlər sıradan çıxdı. Təhsil, elm və mədəniyyət digər sahələri tənəzzülə uğradı. Şəhərlərin bəziləri tamamilə dağıldı. 476-cı ildə Qərbi Roma İmperiyasının tənəzzülü ilə Avropada quldarlıq quruluşu dağıldı və qədim dövr başa çatdı. Yeni bir cəmiyyət, feodalizm quruluşu və orta əsrlər dövrü yaranmağa başladı. Bu isə Romanın klassik irsi və xristian kilsəsinin inancları və müxtəlif German tayfalarının adət-ənənələrinə dayanırdı. Və biz German tayfalarının yaratdığı krallıqlara baxaq. Oskotlar idi, İtaliyada yaranmışdı. Veskotlar İspaniyada, Anglo-Sakslar Britaniyada, Vandallar Afrikanın şimali şərqində və Franklar Qaliyada, yəni indiki Fransa ərazisində yaranmışdı. Daha sonra Frank dövlətinin yaranmasına keçəcək və başlayaq. Franklar iki qola ayrılırdı. Onların başçıları özlərini hökmdar adlansa da əslində hərbi başçılar idi və 5-ci əsrin sonlarından Frank tayfalarının bir hissəsini birləşərək Qaliya istiqamətində yürüşə başladılar. Bu zaman Frank tayfaları ittifaqına Xlodvig başçılıq edir. 486-cı ildə Qaliyada baş verən Suasson döyüşündə, yəni bu ərazidə baş verən Suasson döyüşü nəticəsində Xlodvig Qərbi Romanın burada qalmış nümayəndəsini, yəni burada qalmış canişinini məğlub edərək Qaliyanın bir hissəsini, yəni Paris şəhərini fəth etdi, Laura çayına qədər olan bütün əraziləri ələ keçirdi. Və bundan sonra Xlodvig öz rəqiblərini zəiflədərək özünü Frank kralı elan etdi. Yəni 500-cü ildə özünü Frank kralı elan edir. Və krallığın ərazisi indiki Fransanın və Almaniyanın qərbini əhatə edirdi. Krallığın keçmiş Qərbi Roma İmperiyası ərazisində yaranmış dövlətlər içərisində ən uzun uğurlu və ən uzun ömürlü dövlət olması bizə məlumdur. Qaliyanın tutulması Frankların təsərrüfatında dəyişiklik yaratdı. Onlar Romalıların təcrübəsinə söykənməyə başladılar və qullar qalsa da əksər işləri azad insanlar çalışırdı. Əvvəllər Frank torpaqlarda birlikdə icma şəklində istifadə etsələr də, yəni bu ibtidai icmanın bir qalığı idi. Daha sonra torpaqlar ailələr arasında bölündü və qonşuluq cəmiyyəti yaranmağa başladı. İndi Xlodvigin hakimiyyəti dövründən danışacağıq. İlk olaraq gördüyü tədbir nə oldu? Xristianlıq dinini qəbul etdi və bunun nəticəsində ruhanilər və yerli əhalinin rəğbətini qazandı. Qaliya üzərində hakimiyyətini möhkəmləndirdi və Roma German mədəniyyətinin birlikdə yaranmasına şərait yaratdı. Bu mədəniyyət isə daha sonra gələcəkdə fransız xalqının yaranmasına imkan yaradacaqdı. Daha sonra dövləti inzibati cəhətdən vilayətlərə böldü. Vilayətləri qraflara, yəni kral nümayəndələrinə tapşırdı. 6-cı əsrin əvvəllərində Frank dövlətində ilk qanun toplusu yaraddı. Bu qanunlar Salik qanunu adlanırdı və Latın dilində Frankların qədim adət-ənənələrinin Roma hüququna əsaslanan tərtib olunmuş və 9-cu əsrə qədər qüvvədə qalmışdı. Və burada nələr əks olunurdu? Qayda və qanunların pozusuna görə cərimələr, ailə, varislik, əşya və mülkiyyətə dair hüquqi məsələlər əhatə olunurdu. İndi keçək baş məmur Karl Martelin dövründə baş verən hadisələrə. Deməli,
8-ci əsrin ilk yarısında Frank dövlətinin kral sarayının baş məmuru olan Karl Martelin dövründə baş verən hadisələr orduda rəhbərlik etsə də əslində kralın adının dövləti idarə edirdi. Hərbi strategiyalar zirehli atlardan və cəngavərlərdən ibarət qoşun yaratdı və 732-ci ildə baş verən Poitiers döyüşündə ərəbləri məğlub edərək Avropaya doğru irəliləməsinin qarşısını aldı. Yəni Poitiers döyüşdə bu ərazilərdə olub, yəni Kordoba xilafəti burada yazılıb, bu ərəblər də bunlar bu əraziyə gələrək, yəni burada məğlub olurlar və Avropa, yəni Qərbi Avropanın içərisinə doğru irəliləməyin qarşısı bu döyüşdən sonra alınır. Daha sonra Karl Martelin gördüyü tədbir haqqında qısa xülasə var burada. Karl Martel müşahidə etmiş ki, müsəlman süvariləri döyüşçüləri gedişatı dəyişdirir. Nəticədə o zirehli atlara və yeni cəngavərdən ibarət qoşun təşkil etdi. Poitiers döyüşündə Avropalılar üçün çox əhəmiyyətli idi. Döyüşdə ərəblər qalib gəlsəydi, Qərbi Avropa müsəlman imperiyasının bir səsi ola bilərdi. İndi keçək Böyük Karlın hakimiyyəti dövrünə 768 və 814-cü ildə hakimiyyətdə olmuşdur. Frank kralının ən güclü dövrü, yəni Böyük Karlın hakimiyyət dövründə olmuşdur. Əvvəllər müharibə zamanı bütün Frank kişiləri döyüşdə cəlb edilsələr də kəndlərin orduya çağırılması, təsərrüfat işlərinin dayandırılmasına və ərzaq qıtlığına, aclığa səbəb olurdu və 8-ci əsrdən Karl Martelin dövründə Frank ordusu süvarilərin təşkil olunduğu və kəndlər at və silah alma imkanı yox idi. Buna görə də kəndlər at belində döyüşməyi bacarmırlar və Böyük Karl hərbi silah keçərək orada toplaması aşağıdakı dəyişikliklər edildi. Kəndlər oradan uzaqlaşdırıldı. 1. Əyanlar və Frank sadəcələri torpaqlar paylanıldı. Əyanlar bu torpaqda yaşayan əhalidən yığdığı vergi hesabına özlərinə döyüşçü, at, silah, susat almalı idi. Karlın şərti olaraq əyanlara verdiyi bu torpaq sonradan irsi və daimi mülkiyyətə çevirməyə başladı. Böyük Karlın dövlətini xarici təhlükədən qorumaq üçün güclü süvari ordu yaratdı və sonra yürüşlərə başladı. Bu yürüşlər hansılardır? İspaniyada müsəlman ərəblərlə müharibə apararaq Piney yarımadasının şimalında bir və ya tərəfə buranın xristianlıq yaydı. Yəni biz bu ərazini nəzərdə tutacağıq və müsəlmanlarla mübarizə aparıb burada bir əyalət ələ keçirilir və burada xristianlığı yayır. Daha sonra döyüşkən Saks tayfaları ilə 30 il müharibə apardı, lakin sonda Saks əyanlarına torpaq sahələri bağışlamaqla onları öz tərəfinə çəkə bildi. Avar xaqanlığına qarşı aramsız və qəddar müharibələr apardı. Avar xaqanlığı da bu hissələrdir. Diqqətlə baxsaz, yəni bu hissələrdə Avar xaqanlığı var idi. Sakslar isə təqribi şimal ərazilərinə düşür, yəni Saksoniya bu ərazilərə düşür. Diqqətlə baxsaq, yəni biz burada görə bilərik onları. Daha sonra keçək bu tərəfə. Avar xaqan aramsız müharibə apardı. İtaliyanın şimalında məskən salmış Roma papasını təhdid edən German tayfalarını məğlub edərək bu ərazini öz dövlətinə birləşdirdi və Roma papasına minnətdarlıq bilmək üçün Karlı Romaya dəvət etdi. Yəni İtaliyanın şimalında bu əraziləri nəzərdə tutacağıq biz. Yəni bu ərazilər də Karlın dövründə ələ keçirilən ərazilərdir. Daha sonra beləliklə dedik ki, Böyük Karl Frank kralı arasında xeyli genişləndi və kralın arası Qərbi və Mərkəzi Avropanın çox hissəsini əhatə edirdi. Roma papasının dəvəti ilə 800-cü ildə təntənə ilə Böyük Karl başına qızıl tac qoydu və onu imperator elan etdi Roma papası. Bu tac qoyma mərasimi Roma, xristian və Alman elementlərinin bir araya gəlməsini simvolizə edirdi. Artıq Avropada yeni sivilizasiya yaranmışdı. Roma imperiyasından sonra ilk dəfə Qərbi Avropa Böyük Karlın dövründə yenidən birləşmişdi. Bundan əlavə Böyük Karl Bizans və Ərəb xilafətləri diplomatik əlaqələr yaratmışdı. Daha sonra deyəcək ki, Böyük Karlın və Frank kralının parçalanmasından danışacağıq. Böyük Karlın vəfatından sonra, yəni 843-cü ildə onun oğlu və nəvələri arasında, əsasən də oğlu olmadığı nəvələri arasında hakimiyyət uğrunda mübarizə dövlət zəiflədi və 843-cü ildə Böyük Karl üç nəvəsi arasında Verden müqaviləsi imzalandı. Müqaviləyə görə Frank imperiyası parçalandı və 3 krallığa parçalandı. Bunlar Fransa, Almaniya və İtaliya olacaqdı. Və bu nəticədə yaranan üç dövlət də iri feodal mülklərinə, onlar isə öz daxilində daha kiçik feodallara bölünmüşdü. Hər bir iri feodal öz ərazisində müstəqil fəaliyyət göstərirdi. Öz pulunu kəsirdi, istədiyi vergi təyin edir və onu artırır və yığırdı, qanun çıxarır və məhkəməyə başçılıq edirdi. İndi Frank krallığının bölüşdürməsindən sonra baş verən hadisələrdən danışacağıq, yəni feodal dağınıqlıq dövründən danışacağıq. Deməli, mərkəzi hakimiyyət artıq zəifləmiş ki, güclü hökmdarların olmaması və yeni idarəçilik sisteminin yaranmasına və 200 ildən çox davam edən Qərbi Avropada feodal parçalanmasına səbəb oldu.
və yaranan krallıqlara baxaq. Fransa 9 və 11-ci əsrlərdə Qərbi Avropada feodal parçalanmasının ən bir bariz nümunəsi burada hiss olunurdu. Vahid dövlət sayısı da iri feodal mülklərinə bölünmüşdü və bu dövrdə yalnız paytaxt Paris və Orleans arasındakı torpaqlar kral mülkü hesab olunurdu və 9-cu əsrin sonlarında ölkədə Kapetniklər sülaləsi hakimiyyətə gəlmişdi, yəni 987-dən 1328-ə qədər olan dövrdür. Daha sonra Almaniyaya baxaq, yenə bu da 9 və 11-ci əsrlərdə iri feodal mülklərin hersoqlar birləşməsi nəticəsində vahid Alman krallığı yaranmışdı. 1-ci Otto vahid Alman kralı oldu, yəni 936-cı ildə və 1-ci Otto İtaliyanın şimalını öz hakimiyyəti altına aldı. Yerli feodalların mübarizə apararaq Roma papaya kömək üçün 962-ci ildə Romaya gələrək özünü Roma imperatoru da elan etdilər. Bununla müqəddəs Roma imperiyası yarandı. 962-1806-cı ilə qədər fəaliyyət göstərəcək. İtaliyaya baxaq. İtaliyada nədir? 9 və 10-cu əsrlərdə siyasi dağınıqlıq vəziyyətdə olsa da Roma imperiyasının dövründən qalan şəhərlər bərpa olunaraq sənətkarlıq və ticarət mərkəzinə çevrildi. 9 və 10-cu əsrlərdə Genua, Venezia və Pisa, Florensiya şəhərləri özünü idarə etmə hüququ qazanaraq müstəqil şəhər dövlətə çevrildilər. İndi keçək Viking yürüşlərinə. Viking yürüşlərinə nə deyəcəyik? Skandinaviyada yaşayan Vikinglər döyüşkənliyi ilə tanınırdılar. Şəhərlər və yerli ticarət yolları ələ keçirmək məqsədi yürüşlər edirdilər. 9-11-ci yüzillikdə Vikinglər Avropa geniş miqyaslı hücum etmişdi. Avropada vahid dövlətin olmaması üçün müdafiəni çətinləşdirirdi. Kəndlər və şəhərlər talan edilirdi, kilsələr dağıdılırdı. Vikinglər təxminən 1000-ci ildə Şimali Amerikaya ekspedisiya çıxartmışdılar. Bu dövrdə Avropanın iqlimində baş verən istiləşmə Skandinaviya hücumlarını asanlaşdırdı. Nəticədə Vikinglər təzədən daha çox hücumlara məşğul olmağa başladılar. Bunun üçün də uzaq əraziyə qarətçi yürüşlər, daha dəqiq desək, havaların istiləşməsi Skandinaviyada artıq Vikinglərə əkinçiliklə məşğul olmağa imkan yaratdı. Yəni öz ərazilərində qalmağa başladılar və uzaq ərazilərə çıxmamağa başladılar. Artıq yəni qarətçi yürüşlər etmədilər. Onlar əkinçiliklə məşğul olaraq öz ərazilərində qaldılar. Daha sonra feodal cəmiyyətin quruluşundan danışaq. Burada 9-11-ci əsrlərdə məsələn krallar nə idi? Verilən müqaviləsi nəticəsində yaranan dövlətdə kral dövlət başçısı idi. İri feodallar hersoq və qrafların senyoru sayılırdı. Daimi orduya malik edilər, ordu feodal dəstələrindən ibarət idi. İri feodallara baxaq, kraldan torpaq mülkləri aldığı üçün müharibə zamanı öz qoşunu kralın yanında olmalıdılar. Qoşun toplamaq üçün torpaqların bir hissəsini, yəni orta feodallara, yəni baronlara verdi. Buna görə də onlar yəni onların senyoru sayılırdı. Yəni baron onun vassalı, iri feodallar isə baronun senyoru sayılır. Kəndlilərə baxsaq, feodal parçalanması dövründə ən çox zərər çəkdilər. Feodallar vergi və mükəlləfiyyəti artırdığı üçün təsərrüfatını inkişaf etdilər, bilmirdilər və borca düşürdülər. Vergini ödəyə bilməyənlər torpaqlarını itirir və feodallardan asılı vəziyyətə düşürdülər. Bu onların kəndli qul vəziyyətinə düşməsi üçün bir şərait yaradırdı. Nəticədə belə bir nəticəyə gəlmək olar. 9 və 11-ci yüzillikdə, yəni əsrdə Qərbi Avropada feodal münasibətlərin formalaşması başa çatdı. Bu dövrdə cəmiyyətin 3 əsas təbəqəsi, elə bil 3 əsas qatdan ibarət idi: kral, feodal və asılı kəndlilərdir. Ümumi dərsimiz bu qədərdir. Belə bir nəticəyə gələk ki, ərazisi də, yəni Frank ərazisi bu xəritədə göründüyü ərazi kimidir oldu. Çox sağ olun, təşəkkürlər.